Salam dostlar, mən Əli. Bu günləri mən sizlərlə intro necə düzəltmək lazımdır, onu öyrədəcəyəm. Dostlar, kanala abunə olmayı və videoya like eləməyi yaddan çıxartmayın. İlk öncə Google Chrome'dan Panzoid yazaraq bu sayta daxil olmalısınız ki, kanal intronuzu düzəldə biləsiniz. Əgər videonuzun başlığına intro qoymayı istəyirsinizsə, Panzoiddən rahatca özünüzə yeni bir intro düzəldə bilərsiniz. Panzoiddə Clipmaker 2. Buna daxil olaraq özünüzə hər hansı bir intro seçərək hansısa bir fərq eləmir, hansını istəsəniz seçə bilərsiniz. Məsələn, bunu. Mən bu intronu seçirəm. Düzdür, öz introm var, yenə də sizə göstərmək üçün yoxlayaq. Bir də əgər intronuz yaxşı görsənməsi üçün elə intro seçməlisiniz ki, hərflər orada aydın görsənsin ki, sizin intronuz yaxşı alınsın. Ona görə də intro seçərkən diqqət etməlisiniz. Açılmadı bu. Niyə açılmadı? Bəli. Burada göz işarəsi gəlir. Göz işarəsinə daxil olun. Daxil olaraq sonra burada başlata daxil olun. Və intro gələcəkdir burada. Bu intro səssiz oldu. Bir daha eləyək. Bu niyə səs çıxmırdı? Deməli, keyfiyyətli introdur. Hər intronun üzərinə daxil olaraq onun görünüşünə aldanmayın. Çünki o intro yaxşı intro ola da bilməz. Sonra baxdaraq görə hansı var sonra. Buna name. Görə bu necə olacaq? Yenə də deyirəm, elə bir intro seçin ki, orada hərflər aydın görsənsin. Yenə göz işarəsinə basaraq və başlata. Bu səs niyə gəlmədi bilmirəm. Bunun səsini düzəldir. Kelimin səsindən nəsə var. Bəli, düzəldə bildim. İndi burada name yazılıb, yəni name ad deməkdir. Bunu dayandırın. Dayandırandan sonra sağ tərəfdə dördbucaq işarəsi gələcəkdir. Kub. Kubda tekst. Tekstə daxil olaraq aşağı tərəfdə yenə name yazılmışdır. Name'i silin. Sildikdən sonra öz kanalınızın adını yazın. Dark Steel. Yox, çox ara buraxdım. Dark. Yox, yenə. Oyunda. Və enter'e basaraq birinci hərfiniz dark stil oyunda, sonra ikinci name'ə, əgər ikinci name'i də istifadə etməzsiniz, sizin intronuzda sizin kanalınız aydın görsənməyəcəkdir. İkinci name'i də silərək yenə öz kanalınız yenə enter
və sizin kanalınız görə alınacaq. Stil. Dark stil. Gördüyünüz kimi mənim kanalımın adı bu introda görsənmişdir. Sonra burada yüklə işarəsi, gördüyünüz kimi yüklə, indir işarəsi gəlir. İndir işarəsi də model və format görəcəksiniz. Model və formatda əl dəymir. Sizə məsləhət görürəm ki, əl dəyməyəsiniz. Sonra burada yazılır ki, start video render. Buna basaraq sizin intronuz yüklənəcəkdir. Və intro burada yüklənib bitdikdən sonra sizin ekranınıza bu intro düşəcəkdir və bu intronu üzərinə 2 dəfə basaraq daxil ola bilərsiniz. Sonra bu da sizin Windowsunuza, yəni kompüterinizin öz yaddaşına gedəcəkdir. Bunu indi mən sizə eləmirəm, göstərdim, axıra qədər getməsin deyə çox vaxt sərf olunur. Ona görə mən sizi narahat etmək istəmirəm. Yenə də sizə kömək etdiyimi başa düşürəm. Kanala abunə olmayı və videoyu bəyənməyi yaddan çıxarmayın. Bugünlük bu qədər. Sağ olun dostlar.